Deməli, uşaqlar 49 nömrəli suala baxaq. 49 nömrəli sualda bizə reaksiyaya girən maddələri verib. Deyir, YO3 ilə XOH reaksiya edir. Əmələ gətirir nə? X2, YO4 və su. Əmsallaşdırırıq bunu. Deməli, burada 2 atıram. Bura bir dənə 2 atsam, deməli, reaksiya əmsallaşır. Uşaqlar bizə deyir ki, bunun da kütləsi M verilib bizə, bu da M verilib. Bu zaman deyir 28.4 X2 YO4 alınır, 3.6 da su alınır. Biz burada nə edə bilərik, kim deyər? Kütlənin saxlama qanunundan istifadə edə bilərik uşaqlar, kütlənin saxlama qanunu. Yazıram, M üzərinə gəl M bərabərdir 28.4 üzərinə gəlinsin 3.6. Buradan uşaqlar 2M bərabərdir 32-yə, M bərabərdir, baxın, bura qədər gəldik. Deməli, M elədi uşaqlar 16. İndi bizdən YO3-ün və XOH-ın nisbi molyar kütlələri istənir. Bunları bizdən istəyir. Mən nə edəcəm? Bizə burada məlum olan maddə hansıdır, biz həmin maddə ilə işləyək. Hansı maddənin kütləsi bizə məlumdur uşaqlar? Su məlumdur. Biz bilirik ki, 1 mol su neçə qramdır? 18. Deməli, uşaqlar, tənasibi necə quracam? Deyəcəm ki, 16 qram YO3 reaksiyaya girəndə 3.6 su alınır. YO3 özü isə, belə yazıram, YO3 özü 1 molu girəndə nə qədər su alınır? 18 su. Bundan bu gedir, inci 5. YO3 bərabər olur, buradan 5-i vururam 16-ya silsin. Bir dəfə də tənasib vururam, onu başqa rəhlə yazıram. XOH 3. Deyirəm ki, yenə də M-dir, axı M-i biz 16 tapmışıq. Deyirəm, 16 qram XOH reaksiyaya girəndə 3.6 su alınır. 18 qram su alınanda nə qədər XOH reaksiyaya girir? 2 mol XOH. Bundan bu gedir 5. 2 dənə XOH bərabər olur 5-i 16-ya vuranda 80-ə. XOH da buradan bərabər olur 40. Yəni, bax. Deməli, cavab olur uşaqlar 49-da 80 və 40 Y var. Bax bir dənə incə.